Bismillahirrahmanirrahim və bihi nəstə'in. Allah Rəsulü Şəbaniyyə xutbəsinin bu hissəsində iftar verməyə işarə edir. Buyurur ki, Əyyuhənnas, mən fəttara minkum saimən mu'minə fi hâzə şəhr, kənə ləhu bidəlikə indəlləh əzzə və cəl, itqu rəqəbətin və məğfirətun limə məzə min zunubik. Ey cəmaət, sizlərdən hər kəs bu ayda, Ramazan ayında bir oruç tutan möminə iftar verərsə, Allah yanında bir qul azad etmək savabını əldə etmiş olur və keçmiş günahları bağışlanır. Xutbənin bu hissəsində Allah Rəsulü mühüm bir məsələyə işarə buyurur. O iftar verməkdir. İftar verməyin çox savabı var. Və istər bu xutbədə, istər başqa hədislərdə buna işarələr olubdur. Ramazan ayında insan oruç tutana iftar verərsə, çoxlu savab əldə etmiş olur. Artıq bir mədəniyyətə çevrilibdir. Müsəlmanlar və müsəlman yaşayan ölkələrdə Ramazan ayında geniş iftar süfrələri açılır. Bəzən olur ki, böyük süfrələr açılır, minlərlə oruç tutan insanlara iftarlıq verilir. Peyğəmbər Allah Rəsulü bu xutbədə qeyd eləyir. Hər kəs oruç tutan möminə iftar verərsə, yəni nəinki hər kəsə, oruç tutan bir möminə iftar verməyin savabı Allah yanında bu qədərdir. Biz müşahidə edirik, təəssüflər olsun ki, Ramazan ayında iftar süfrələri açılır və bir çox insanlar dəvət olunur. Və bir çoxları da təəssüflər olsun ki, oruç tutmurlar və mübarək Ramazan ayının ehtiramını saxlamırlar. Belə insanlara iftar verməyin savabı yoxdur. Və yaxud da iftar süfrələri açılır özlərini göstərmək üçün, riya etmək üçün. Bunun da Allah yanında savabı yoxdur. Nəinki savabı yoxdur, günahı da var. İftar süfrəsi, iftar vermək möminə, oruç tutana və Allaha xatir olmalıdır. Artıq bu böyük bir məsələdir, Allah yanında bu qədər mükafatı vardır. İmam Sadiq əleyhissalam buyurur ki, hər kəs bir möminə iftarlıq verərsə, onun bir illik günahının kəffarəsi hesablanır o iftar vermək. Əgər iki möminə iftarlıq verərsə, Allah onu behişdə daxil edər. Əgər bir möminə, iki möminə iftar verməyin bu qədər Allah yanında mükafatı varsa, gör yüzlərlə, onlarla, minlərlə insana iftar verməyin nə qədər savabı vardır. İftar məsələsində qeyd olunmur ki, fəqət kasıblara, fəqirlərə iftar süfrəsi açılır. Kasıblara verilsə daha yaxşıdır və infaq da hesablanır. İftar məsələsində ümumidir. İnsan eləyə bilər, kasıbları da dəvət eləyə, varlıları da dəvət eləyə, öz qohum əqrabasının, ailə üzvlərin, tanışların, dostların, münasibətli olan insanların və ümumi şəkildə iftar süfrəsi aça bilər, kasıblar da gəlsin, varlı insanlar da dəvət olunsun. O bəzən olur ki, iftar süfrəsi açılır, təəssüflər olsun ki, müşahidə olunur. Gedib görürsən ki, iftar süfrəsində fəqir yoxdur və qeyd olunduğu kimi bəzən olur ki, təəssüflər olsun ki, oruç tutmayan insanlardır, dəvət olunubdur. Bunun Allah yanında mükafatı olmaz. Belə olduqda Allah Rəsulü ki buyurdu, iftar verüz, fəqilə ləh deyildi. Yəni hədisdə, xütbədə deyilmir kim dedi, fəqilə ləh. Yerdən bir nəfər ərz elədi. Ya Rasulallah, və leysə kulluna nəqdiru alə zalik. Bizim hamımızın iftar verməyə maddi gücümüz, qüvvəmiz, qüdrətimiz yoxdur. Diqqət edin, xütbənin bu hissəsinə qədər ki, Allah Rəsulü müəyyən məsələlər buyurmuşdu, heç kəs sual etməmişdi. Elə ki, gəldi Allah Rəsulü iftar verməkdən danışdı, artıq bir vəzifə kimi ki, möminlər oruç tutarkən bir vəzifəzdə var ki, bir-birlər üzə iftar verəsiz, artıq verməkdən söhbət gedir. Nəsə verməlisən Allah yolunda. Belə olduqda suallar yaranır. Ki bizim hamımızın buna gücümüz çatmır. Fəqalə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm. Allah Resulü buyurdu. İttəqun nara
vələv bi şiqqit təmr. Bir xurma yarısı belə iftar verməklə cəhənnəm odundan özünüzü qoruyursunuz. Sonra buyurur, İttəqun nara vələv bi şərbətin min main. Oruç tutan bir möminə bir qurtum, bir içim su vermək vasitəsilə də olsa cəhənnəm odundan uzaq qalır. Yəni, iftar vermək insanı cəhənnəm odundan uzaq salar. Bu bir. İkinci məsələ budur ki, Allah Rəsulü bu xütbədə buyurmur ki, hamınız böyük süfrələr açısınız, gərək süfrə açasınız, cürbəcür nemətlər süfrədə qoyasınız, neçə cür yeməklərdən istifadə olunur. Xeyr. Allah Rəsulü buyurur ki, heç bir şeyiniz yoxdursa, bir xurma yarısı ki, verə bilərsiniz, onu verirsiniz. Bir içim iftar vaxtı su verə bilərsiniz oruç tutan möminə, bəli, bunu edirsiniz. Yəni, bu məsələdən geri qalmıyız. O qədər əhəmiyyət kəsb edir ki, Allah Rəsulü buyurur ki, bir xurma yarısı verməklə olsa belə, bir içim su verməklə də olsa belə, bu fəzilətdən geri qalmıyız. Bir-birlərinizə iftar verirsiniz. Burada bir xidmət də gizlənibdir. Oruç tutarkən, möminlər bir-birlərinə iftar vaxtı xidmət göstərirlər. Bir-birlərinə su verirlər, bir-birlərinə yemək verirlər, bir-birlərinə xurma verirlər. Bu, mehribançılığın və səmimiyyətin göstəricisidir. Xütbənin bu hissəsində Allah Rəsulü Ramazan ayında bizləri iftar verməyə dəvət edir. Məxsusən günümüzdə bu Ramazan ayını ki, yaşayırıq, Fələstini, Qəzzə xalqını gərək unutmayaq. Ruhanilərin, ailələrin, özlərini unutmayaq, özləri zindanda bu Ramazan ayında necə iftar açırlar? Onların ailə üzvləri, övladları Ramazan ayında necə iftar açırlar? Allah Rəsulü bizlərə çatdırır ki, oruç tutan insanlar, ey möminlər, ey cəmaət, oruç tutasınız, öz ailənizi, uşaqlarınızı yığasınız başınıza, təklikdə iftar açasınız. Başqa möminləri xatırlamayasınız, belə etməyiz. Sizlərə vəzifədir. Həm mənəvi vəzifədir, həm iqtisadi bir vəzifədir. Oruç tutanlar iftar vaxtı bir-birlərin gərək xatırlayarlar. Fəqət iftar vaxtı, iftar çağında deyil, ümumiyyətlə həmişə iqtisadi cəhətdən möminlər gərək bir-birlərinə dəstək olsunlar. Məxsusən Allahın rəhmət ayı, mübarək Ramazan ayında ki, Allah öz süfrəsinə bizləri qonaq eləyibdir. Gərək biz də süfrə açaq, iftar verək, füqəranı yad eləyək, oruç tutanlara iftar verməklə bu mükafatı əldə eləyək. Allahın verirəm öz izzət kərəminə bizləri Ramazan ayında iftar verən möminlərdən qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.